Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 3-cü sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Rəqəmləri cəmlərin hasilinə bərabər olan bütün iki rəqəmli ədədləri çap edən proqramı Python dilində yığın. Belə bir tapşırıq nümunəsi verilib. Deməli, bizə tapşırılan nədir? Əsas deyir ki, ədəd iki rəqəmli olmalıdır. İki rəqəmli olması üçün sözgedən ədəd 10 ilə 100-ün arasında olmalıdır. Və deyir ki, rəqəmləri cəmi onların hasilinə bərabər olun. Aha, deyək ki, misal üçün 25 ədədi daxil etmişiksə, 2 plus 5 bərabərdirsə 2 vurulmuş 5-ə, o zaman 25-i çap edən bir proqram yığmalıyam mən. Aha, indi gəlin proqramımızı və bu dediklərimizi əsasən yığmağa çalışaq. Dedim ki, ədəd 10 ilə 100-ün arasında olmalıdır, düzdür? Amma hələ ki, ədədin hansı ədədlər olduğunu, hansı ədəd olduğunu bilmirəm də. Bunun üçün nə edərəm? Yazaram for i in range 10 ilə 100-ün arasında olan rəqəmlər. Yəni getsin bir-bir i dəyişəni, onu götürsün, 11-i, 12-ni, 13-ü. Bilirik ki, bu for range-də sonuncu qiymət götürülmür də, 100-ü götürməyəcək. 10 və 99-a qədər, 99-a daxil olmaqla bu ədədləri götürüb bir-bir yoxlayacaq. Aha, indi nə edirik buradan sonra? Deməli, birinci şərti bu formada qurduq. Aha, İndi bir A dəyişəni daxil edək. Deyək ki, yazaq A bərabərdir. Sözü gedən bu i-nin, bayaq burada da dediyim kimi, ədədin rəqəmlərini ayrı-ayrılıqda tapmalıdır, düzdür? Yəni bu 25-i 2-ni bir ayrı hesablamalıdır, 5-i bir ayrı. Bunun üçün nə etməliyik? Ədədin 10-a bölünməsindən alınan tam hissəni tapmalıyıq, bir də qalıq hissəni. Yəni 25 ədədi daxil etdim. Əgər A dəyişəni 25-in 10-a bölünməsindən alınan tam hissəni, B dəyişəni isə 25-in 10-a bölünməsindən alınan qalıq hissəni tapsa, sonra şərtin daxilində A vurulsun B bərabərdirmi A plus B-yə? Belə bir şərt yaza bilərəm. Düzdürmü? Bunu əsasən yazacağam. A bərabərdir. Misal üçün deyirəm i-nin 10-a bölünməsindən alınan tam hissə və B bərabərdir i-nin 10-a bölünməsindən alınan qalıq. A və B dəyişənləri bu dediklərimizi tapdı. Daha sonra bir if şərti daxil edirəm. If şərtinin daxilində yazacağam indi və söz gedən bu şərti yazacağam. A vurulmuş B bərabərdirmi A plus B-yə? Əgər mən şərtə hə desəm, o zaman ifin daxilində bir dənə print yazacağam. Print nəyi çap edəcək? Söz gedən bu i ədədini. Print i-ni çap edib ekrana çıxartmış olacaq. Yəni, hansı hallarda ki, bu if şərti ödənir, o halda print dəyişəni, print funksiyası üzr istəyirəm, ədədi çapa çıxardacaq. İndi gəlin görək, buna uyğun neçə dənə bizim ədədimiz var, 2 rəqəmli. Sözü gedən proqramı Pythonda yığaq, görək düz işləyirmi hələ? Aha, bu formada proqramımızı yığdıq. A ədədi, A dəyişəni onluq rəqəmi çıxaracaq ekrana, B dəyişəni təkli rəqəmini, daha sonra if şərtində dediyimiz şərt yoxlanılacaq və əgər şərti ödəyirsə həmin ədəd, daha sonra söz gedən ədəd çapa çıxmış olacaq. Burada da i-nin yerinə sadəcə ədəd yazdım. Yəni söz gedən ədəd daxil edirik o mənada. Yəni bu da bir dəyişən adlı bir növ. İndi run edək. Gördüyümüz kimi çapa 22 ədədi çıxacaq. Həqiqətən də bütün iki rəqəmli ədədlər arasında bir dənə 22 ədəddir ki, cəmi hasili bir-birinə bərabərdir. Ona görə də ekrana 22 ədədi çıxmış olacaq. Bu qədər, sağ olun, Allah amanında. Söz gedən proqramımız baxın bu formada alınmış oldu.